Hə, köhnələr, deməyin ki, mənə siz haşı sevmirsiniz. 2 dənə ayaq var məndə. Özü də ki, çox maraqlısı bilirsiniz nədir? Ayaqlar Polşadan Azərbaycana ithal olunandır. Yəni o Ukrayna ətləri satılan dükanlar var, oradan almışam. Mənim üçün də çox maraqlı oldu. Görürsən bu ayaqlar necə çıxacaq? Çünki biz köhnələr bilirik ki, Polşadan o vaxt mənim yadımdadır, cins şalvarlar götürərdilər. Hətta bəzi cins şalvarlar gedərdi Odessaya, sonra Odessadan onları götürüb Bakıda alverçilər satardılar. Amma ki, dana ayağı mənim üçün açığı bir yenilikdir, bir sürprizdir. Ona görə aldım elə-belə proba. 2 ədəd almışam, cəmi-cümü bir balaca ayaqlardır. İkisinə 10 manat 60 köpük pul vermişəm. Gəlin pişireyim bundan xaş görək necə çıxacaq. Bu deyib baxın, bax bu həmən o ayaqlardır. Özü ki, özüm doğramışam bunları. Bacardığım qədər doğradım. Heç də pis deyil, yəni bit fasonundan. Satılanda da belə satılır. Yəni yuxarı hissəsi artıq kesilmiş. İndi bunları mən pişirəcəyəm. Bir dənə belə ləzzətli, bir dənə ağır, bir dənə çuğun qazanım var. Hələ bunun içində də mən bunu pişirəcəyəm. Suyunu tökdük. Qapağını da qoyuruq. Qoyuruq onu pişməyə. Mənim özüm üçün də maraqlıdır. Görüm əgər bu, yəni ki, sabah səhər yaxşı çıxsa, mənası nədir bizim gedib ayaqlarımıza o qiyməti almağı? Hələ alarım belə Polşanın ayaqlarından da, necə deyərlər, hə? Neysə, səhər baxarıq. Hə, artıq bir 10 saat keçib, baxaq görək bizim xaşımız nə yerdədir. Bəh. Valla bu Polşadan gələn bu ayaqlardır. Görün, necə məti gəlib üstünə, necə məti var. Əla. Baxın. Süperin. Bax, bu da mənim pişirdiyim xaş. Necə alındı? Bəyənirsiniz, hə? Həftə evdə özüm pişirdiyim xaş. Yiyirsən onu canla başla, ürəyin nə qədər istəyir, yoxsa krisinli verirlər onsuz da bütün xaşxanalarda, özdəki ot qiymətlə. Baxın, bəh. Xaşın yanında da ki, nar, biraz hövsan soğanı, biraz turşu xiyar. Əsasdakı xaşımız hələ özü deyə, canayca adama gəl deyir. Sözsüz ki, sərmisaq, sirkə, biraz da var belə naturalini tutaraq. Bax, belə. İndi də mənə nuş olsun. Qəlbdən qəlbə.